Salam, hər vaxtınız xeyir, mən Doğrulayıcı, karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə gəlir iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bugünkü videoda mən sizə bugünə olan iş elanlarından bir qismini sadalamaq istəyirəm. Onlardan daha asan olanlarından birindən bəhs etmək istəyirəm. Misal üçün, növbətçi işi var. Nədir? Şirniyyat istehsalından lazımdır, bəylər lazımdır, 2 nəfər lazımdır özdə. Moroziliko üçündür, belə deyim. Yaş həddi də 20-50 yaş. Soyuducudan tortları gətirib daşımaq və müəyyən qaydalara uyğun bükmək lazımdır. Belə bir işdir, inşaatçılardadır, 550 manatda əmək haqqı verirlər. Sonra administrator işləri var, çağrı mərkəzində operator işi var, misal üçün fraseklər, reception işi var. Sonra Lando Education'da xaricdə təhsil departamentində məsləhət işi var, Bərdədə yarım ştat iş var, Yellow Bankda da, amma tam ştat işdə var həmin yerdə. Reception işi var, xidmət mərkəzi məsləhətçi işi var, Autolux Azərbaycanda, ofis menecer işi var 600 manatlıq, sürücü işi var 1100 manatlıq, avtokar sürücü işi var Sumqayıtda, sürücü işi var e-transferdə, sürücü işi Azərişdə var, bölgə özəl satış təmsilçisi işi var sürücülər üçün, Kartaşdadır, Mr. Fix'dədir, kon sürücü işi var Fortis Group'da, ekspeditor işi var Azərbaycanda, sürücü köməkçisi işi də var Azərişdə. Mühafizə işi var Pasajda, mühafizəçi işi başqa yerdə də var 500 manatlıq, aşpaz köməkçisi işi var Pioneer Brauhaus Bakıda, bişirici işi var GFC-də, aşpaz, fırıncı, sobaçı, yanında köməkçi, baş aşpaz, kiçik aşpaz köməkçisi işlərdə var, fəhlə işi var 600 manatlıq, ambar işçisi də var fəhlə olaraq, xadimə işi var Santralda, xadimə işi ağac şirkətlər qrupunda da var. Sonra təcrübə proqramları var, misal üçün audit üzrə təcrübə var, maliyyə nəzarəti üzrə təcrübəçi işi var, compliance şöbəsində təcrübəçi işi var. Sonra yay təcrübə proqramları var, misal üçün Azin Telekomda. Sonra təchizat və satın alma üzrə 3 aylıq bir təcrübə proqramı var. Sonra başqa yerdə də var. Sonra çeşitləyici işi var 400 manatlıq, dayə işi var, tibbatçı işi var, dərzi işi var. Bu işlərlə tanış olmaq üçün və digər işlərlə də tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün videonun üzərində qeyd olunan əlaqə vasitəsilə mesaj yaza bilərsiniz, yaxud da videonun kanala daxil olub oradakı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.